o sualları veriblər, yəni. O kişi müəllimlə mən düşmüşdüm, müəllimə. Dedilər, o kişi çətin müəllimdir, o tərəfə getməyib. Mənə də ora göndərdilər, amma həqiqətən məndə elə bir suallar olmadı. Dünya görüşü vermədilər. Çox rahat bu dediyim sualları verdilər. 7 dənə Müəllimə, sual axşamınız verildi. xeyir olsun. Sizə orada düşən müsahibin adını bilirsiniz, görə bilirsiniz? Xeyr. Qadın idi. Bir qadın, bir kişi. İki qadın idi. Məndə 2 qadın idi. Elə bil biri yəqin ki psixoloq idi. Heç üzümə baxmırdı konkret. O biri elə sualları verib. Nə deyirdim Bizim burada bizim belə. direktor da müsahibə götürür. Ona görə maraqlanırdı. Mən çıxıram. Dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. İnşallah balımız keçərəm müəllimə. Dedim ki, mən nə də həyəcanlıyam yenə də ki, görən keçmişəmmi? Yəqin ki, keçərəm. Müəllimə, keçəsiniz. O cür danışmaq, o cür təqdim etmək, narahat olmayın. Bizim İnşallah. qabağımda sizdən çox rahat şəkildə. Yəni müəllimə, verilən sualların, bax mən özümdən deyirəm də, verilən sualların mən indi elə o qədər güclü deyiləm, nə də belə ətraflı danışa bilmirəm. Amma yəni bəxtimdən verdikləri sualın hamısını bilirdim. Yəni hamısını cavablandırdım. Mən də evə gəlmişəm, o qədər dəqiqədə bir girirəm, yoxlayıram ki, görüm nəsə gəlibdimi. Müəllimə, orada elə bir sual olmayıb ki, mən o sualı sizə izahını verməyəm. Yəni, ola bilər ki, verilən bir sualı fərqli formatda olsun. Məsələn, mən sizdən həmişə soruşuram ki, təlim nəticəsini nəyə əsasən müəyyən edirsiniz? Deyirsiniz ki, alt standartda və yaxud deyirəm ki, deyək ki, meyarları nəyə əsasən müəyyən edirik? Deyirsiniz təlim nəticəsini, elə deyil. Orada da soruşurum ki, təlim nəticəsi ilə meyarın nə kimi əlaqəsi var? Heç məndən onu soruşmadı. Mən də icmalı necə danışdım. Məsələn, alt standartda əsasən bu müəyyən edilir. Təlim nəticəsinə əsasən müəyyən edilib danışdım. Öyrənmə prosesinə qədər o da sakitcə dinlədi. Amma öyrənmə prosesində dayandırdı, eləmi? Bəli. Dayandırdı. Dedi şagirdlərə, müəllim o belə dedi, bax onu bilmirəm səhv dedim, düz dedim. Dedi şagirdləri qiymətləndirmə meyarı. Mən də bir də oxudum təzədən o qiymətləndirmə meyarı. Dedim ondan sonra da məsəl üçün də şagirdləri dedi necə qiymətləndirərsinizmi dedi. Bu yadımdan çıxdı həyəcandan. Müəllimə, dedim ki, mənə yazan müəllimsiz eləmi? O Samirə müəllim o dedi rəylə bağlı. Yox, tapşırıqla bağlı. Tapşırığı necə yoxlayırsınız? Müəllimə, onu orada belə cavablandırmaq lazımdır. Mən imeni o sualı mən hər dərsdə verirdim müəllimlərə. Tapşırığı necə yoxlayırıq? Rəy vermək. Yox, müəllim, onu mənə verilməyib. Sinarə müəllimə, bəlkə başqa müəllim oldu. Elə, kimsə verilmişdi, deyirdi ki, tapşırığı necə yoxlayırıq? Orada deyib hissə verməklə. Nəyi veririk hissə biz? Biz o vaxt o hissə deyərik ki, səsləri bağlayın. Taqqıltı var. Onu deyərik ki, məsələn, çətin tapşırıqları şagirdlərə necə başa salarsınız? Onda deyərik ki, hissə mərhələli şəkildə izah edərəm, nümunələr göstərərəm, nümunə verərəm, falan eləyərəm. Belə eləyib, məsələn, şagirdə başa salaram. Amma mən tapşırıq vermişəm və bu tapşırığı mən yoxlayıramsa, necə yoxlayacam? Onu 5-4 yazmayacam, konstruktiv rəy verməklə. Dəftəri qoyub qabağıma baxacam. Nərgiz, gəl görün bura, qızım. Bax, bu yazdığım bu deyil, bax, bu deyil tənliklərdən. Bax, bunları düz yazmısan, amma bu tənlikdə, bax, görürsünüz, misalların əməllər artıqçılığına rayət etməmisən. Bəs bilmirsən ki, sən birinci biz mötərizənin içini eləyirik, sonra çölünə çıxırıq. Bəs bunlara diqqət etmən lazım. Bax, get qaydalar yazdırmışam ha sizə. O qaydaları da bir gözdən keçir, bu səhvlərin üzərində işlə. Yazdım. Göstərişini verdim, konstruktiv rəyini verdim, getdi. Tapşırığı bu cür yoxlayırıq. Günay müəllim, axşamınız xeyir olsun. Mən qonaq qismində qoşulmuşdum, yeganə müəlliməyəm. O sual bilirsiniz necə idi müəllimə? Tapşırığı şagird edə bilmirsə. Yox, bir müəllim də deyir ki, bir müəllimlə də verib, mənim müdavimə veriblər ki, tapşırığı necə yoxlayırsınız? Elə bir şey olubdur. Yaxşı, müəllimlər, bir də zəhmət olmasa səsləri bağlayaq. Elə bugünkü suallar ətrafında müzakirə aparacağıq. Mahrə müəllimə, mən yəni sizin düşünmürəm ki, siz nə isə bilməyəsiniz orada. Yəni inşallah ki... İnanıram ki, özümü çıxardaram oradan bir şeyini, çıxacam. Narahat olmayın. Bilirəm ki, çıxarsınız müəllimə. Müəllimə, belə bir sual verilir. Formativ qiymətləndirmənin əhəmiyyəti nədir? Deməli, müəllimə, əvvəlcə mən burada ümumiyyətlə məktəb daxili qiymətləndirmədən başlayaram danışmağa.
Məktəb daxili qiymətləndirmə diaqnostik, formativ, summativ qiymətləndirmədir. Formativ qiymətləndirmə bütün dərs boyu aparılan qiymətləndirmədir, inkişaf etdirən çevik qiymətləndirmədir, geriyə dönüşü olan qiymətləndirmədir. Formativ qiymətləndirməni əsasən biz şagirdlərin gündəlik biliklərini yoxlayırıq və bu formativ qiymətləndirmə vasitəsilə də biz şagirdləri gələcək yazdıqları kiçik summativlərə, böyük summativlərə hazırlıq edirik ki, şagirdlər yəni o summativlərə hazır olsunlar ki, formativ qiymətləndirmə nəticəsində də onlar summativləri rahat yazsınlar. Sonra formativ qiymətləndirmə əsasən onlara biz meyarlardan çıxmış rəylər vasitəsilə veririk şagirdlərə. Yəni onların gündəliklərinə yazırıq rəyləri. Bir də deməli şagirdlər formativ qiymətləndirmə vasitəsilə özlərini inkişaf etdirirlər və onların nəyi bilib, nəyi bilmədiyini biz bilirik. İrəliləməyini, yaxud da geriləməyini. Nəticədə də əgər bunlar şagirdlər geriləyirlərsə də, deməli biz onlara kömək edib nəticəni yaxşı əldə almaq istəyirik ki, summativə onlar hazır olsunlar. Qiymətləndirmə meyarı ilə təlim nəticəsi arasında nə kimi əlaqə var? Deməli, qiymətləndirmə meyarı əsasən təlim nəticəsindən çıxardırıq biz. Təlim nəticəsini də alt standartdan çıxardırıq. Deməli, əlaqə odur ki, biz təlim nəticəsinə əsasən meyarları müəyyən edirik. Və nəticədə də meyarlardan da rəy çıxardıb şagirdi qiymətləndiririk. Yəni, dəyərləndiririk ki, şagirdlər bu rəylərlə, deməli, bu rəylərə əsasən şagirdləri dəyərləndiririk, qiymətləndiririk. Bilmiyorum, düz dedim. Düz deyirsiniz, müəllim. Meyarlara əsasən biz şagirdlərə rəy veririk. Bir də hamı o danışacağı icmaldakı meyara əsasən bir dənə konstruktiv rəy hazırlasın. Yazın icmalınızın o alt hissəsindən, yazın. O qaydada da onu aparın əlinizdə. Yazarıq. Müəllimə, bir üzr istəyirəm. Bu icmallarda biz deməli sırayla gələndə birinci standart veririk, yoxsa mövzu yazılır birinci? Standart. Standartdan çıxır mövzu. Standart gəlir, sonra məqsəd gəlir. Məqsəddən sonra mövzu yazırıq. Müəllimə, şeydə yazılmamışdı. Onu müəllimə, baxın. Yəni, birinci mövzu yazmırıq. Standartı yaz, sonra təlim nəticəsində yazıb mövzunu da yaza bilərsən. Sonra və yaxud mövzu yazıb təlim nəticəsində yaza bilərsən. Ondan sonra fərqi yoxdur. Yəni, standartdan sonra yazılır mövzu. Standart mövzu, sonra təlim nəticəsi, sonra o arada İndi artinin təzə nümunəsi paylaşılır. Qiymətləndirmə də elə onlardan. Yəni, motivasiyaya qədər onların hamısını yaz. Orada bir ardıcılıq fərqi yoxdur. Mən belə yazmışam. Belə yazmışam, deməli, alt standart, sonra məqsəd, indi o araya şey salaram, deməli, mövzu yazaram, mövzudan sonra qiymətləndirmə. Ondan sonra orada iş formaları, iş üsulları, resurslar, sonra motivation. Deməli, motivasiya. Motivation. İngilis dilində dedim də müəllimə. İngilis də dedim. İngilis də. Müəllimə. Sonra da dərsin gedişi olur. Ən axırda da refleksiya verirəm mən. Bir şey deyim mən sizə, Mahrə müəllimə. Nə idi? Artinin təzə paylaşdığı icmal nümunəsi var. İş forması ilə inteqrasiya ümumiyyətlə yoxdur. İş forması ilə də iş üsullarını düz dərsin axırında aparıb qoyub. Eləmi? Motivasiyadan sonra, dərsin gedişindən sonra. Öyrənmə fəaliyyətindən sonra ən axırda onları veribdir. Bəs indi biz hara gedək? Elə, onun fərqi yoxdur. Elə siz onu təqdim eləyəndə elə hamısını əvvəldə təqdim eləyin, dərsi refleksiya ilə bitirin. Bəli, özüm dediyim kimi eləyəcəm müəllim onlara. Dərsi refleksiya ilə bitirin. O meyarlara əsasən də biz deməli konstruktiv rəy çıxartmalıyıq. Meyarlara əsasən rəy verə bilərsiniz. Rəyi 4 hissədə, məsələn 4 səviyyədə verə bilərsiniz. İndi onu da götürüblər. Daha 4 səviyyədə metodistlərə göstəriş verilib ki, siz müəllimlərə tövsiyə eləyin ki, yəni birinci səviyyə bu, ikinci səviyyə bu deməyin. Sadəcə bilirsiniz, bax bir dənə rəy hazırlayın. Rəy, konstruktiv rəy. Orada şagirdin düzünü de. Səhv etdiyi səhvidir. O səhvi düzə çevirmək üçün istiqamət verici bir fikir bildir.
Bax o qaydada rəy bir dənə elə hazırlayıb aparın. Müəllimə, bəs onda qiymətləndirmədə o 4 səviyyəni yazmayaq. Bəs nə yazaq ora? Heç nə yazma, eləcə meyarları, təlim nəticələrindən çıxan o meyarlar yaz. O metodik vəsaitdə hazır verilir. O meyarı yaz. Eləmi? Hə. Yaxşı. Elə. Ona da uyğun rəy ver. Yaxşı. Aha. Yaxşı. Deməli o meyar metodik göstəricidə var da, kitabımızda var. Hə, var meyarlar. Metodik vəsaitimizdə meyar hazır verilir, təlim nəticəsi verilir. Meyarlardan da bilirəm, onları yaza bilərsiniz, hə. Yaxşı, tutardarıq müəllimə inşallah. Hə. Mahrə müəllimə, bir dənə də sual verim sizə. Aktiv uşaq dərsə qulaq asmazsa nə edərsiniz? Aktiv uşaq. Bu hiperaktivdir yoxsa aktivdir müəllimə? Hə. Yəni hiperaktiv deyərsiniz, qaynayan uşaqdır. Bəli. Belə uşaqlar əsasən biz bilirik ki, çox hərəkətli uşaqlardır. Dərsə qulaq asmaq əvəzinə həm özü, həm də digər şagirdləri daha çox dərsdən yayındırarlar. Ona görə də çalışmaq lazımdır ki, dərsdə onun marağına uyğun nəsə bir üsuldan istifadə etmək lazımdır. Yaxud da ki, lövhəni silmək, yaxud da ki, biz hər hansı bir şəkilləri götürüb təsvir eləmək üçün lövhəyə yapışdırmaq, bu işləri ona vermək lazımdır. Yaxud da ki, deməli, sinif küncləri belə bir üsulumuz var ki, ondan istifadə edərək onun hiperaktivliyini, yəni aktivliyini biraz yavaşlatmaq lazımdır ki, o şagirdlərlə bərabər dərsə diqqətli olsun. Belə uşaqlar əsasən dərsə diqqətli olmurlar. Çalışırlar ki, dərsdə özlərinin, deməli, özlərini fəal aparırlar. Bu fəallıq onun dərsə fəallığı deyil, sadəcə olaraq hərəkətli olmasıdır. Bilmirəm, bu qədər danışdım. Mənə də gəlir, nəsə düz olar. Sizə gəlmir, elə düzdür müəllimə. Yəni əslində bu cür şagirdləri biz susturmaq əvəzinə onları hərəkətli fəaliyyətlərlə dərsə cəlb etməliyik. Dur testlərini payla, dur iş vərəqlərini payla, gəl lövhəni yaz, gəl lövhəni sil. Məsələn, hansısa bir deyək ki, məsələn, qrupun idarə edilməsini sənə tapşırıram kimi, bax bu kimi fəaliyyətlərə cəlb edərək onun diqqətini, yəni o həm aktiv olar, həm də diqqəti başqa yerə yayınmaz. Dərsdə olar diqqəti. Yəni bunu belə müəllimə, onu qruplarla işdə liderliklə qoşa bilərikmi biz? Əlbəttə, niyə qoşmuruq? Yəni digər bütün uşaqların lider olmaq hüququ var da, təkcə bir uşağa tapşırılmaq deyil ki. Elə onu da eləmək lazımdır müəllimə. Onu da eləmək olar ki, yəni o özündən ən azından həvəslənəcəkdir. Bu halda çalışacaq ki, dərsə qoşulsun. Uşaqların yəni vaxtı aparmasın, daha fəal olsun. Yəni öz fəallığını dərsə tətbiq eləyəcəkdir. Bəli, müəllimə. Doğrudur. Yəni tək bir uşaq ilə həmişə lider olacaq deyə bir anlam yoxdur ki, biz bütün uşaqlarda liderlik, çeviklik, təşəbbüskarlıq bacarığını formalaşdırmalıyıq. Ona görə hər bir şeyi, yəni hər bir şagirdi bunu sövq eləməliyik. Yaxşı şagirdi sözlə ifadə edin. Dünən belə bir sual verilib. Yaxşı şagirdi sözlə ifadə etmək, deməli, dərsə qulaq asan, müəllimə hörmət edən, deməli, biliklərini müəllimə çatdıran, şəxsiyyət kimi inkişaf edən, yeniliyə, elə bunu müəllimlərə deməklə bərabər mən elə gəl şagirdlərə də demək olar. Sonra, müəllimin dərs müddətində bütün verdiyi tapşırıqları yerinə yetirən, sonra yoldaşları ilə əməkdaşlıq, ünsiyyət bacarıqlarını inkişaf etdirən, nümunəvi, məsuliyyətli, dürüst deyə bilərsiniz. Bəli, o sözlər yaddan çıxıb bax. Dürüst, bəli, məsuliyyətli, nümunəvi, bacarıqlı, bilikli, istedadlı bir şagird kimi deyə bilərik. Deyə bilərsiniz, bəli, müəllimə. Mahrə müəllimə, heç özünüzü yormayın. Siz oradan elə qəşəng onlara danışacaqsınız, elə qəşəng bülbül kimi cəhcəh vuracaqsınız onlar. Təqdim etmədə səni yola salacaqlar ki, get. Hələ onlar sevinsin ki, sən 63 yaşında müəllim onların qabağında çıxış eləyir. Mən müəllimə bir qəşəng deməli təqdim etmə hazırlamışam. İnşallah onu sizə danışaram, indi yox. Onu müəllimə yoldaşıma bu günləri danışmışam. O dedi, çox əla yazıbsınız. İndi bilmirəm, yəqin ki, siz də bəyənirsiniz inşallah. İnşallah, mütləq, mütləq. Ümumiyyətlə, bizim müdavimlərimizin hamısı bugün fizika müəllimim, fizika Afina müəllimə. O da imtihana getmiş. Dedik ki, o da.
Hə, o da Aha. imtahana getmişdi. Nətər yazıb müəllimə? Dünənlərin bir Nigar İbadova filoloqumuz, o da imtahana girmişdi. Onun təqdim etməsinə görə həqiqətən də deyir müəllimə çox bəyəndi, o şeirlə falan təqdim eləmişdi. Çox bəyəniblər onun təqdim etməsində. Dedilər ki, təqdim etmənə görə sənə təşəkkür eləyirik. Həqiqətən də, yəni maşallah olsun, müəllimlərimiz çox mükəmməl formada çıxışlar eləyirlər orada. İnşallah ki, sizə də güvənirəm. Müəllimə, sizin sayənizdə Allah var eləsin sizi. Sağ olun. Səsinizə qüvvət. Çox təşəkkür edirəm. Mahrə müəllimə, çox sağ ol. Allah Mən də- sizin kimi mən də müəllimlərə də yeni- dəyməsin. Biz sizlərdən Çox sağ olun, var öyrənirik. olun. Mahrə müəllimə Çox 63 sağ olun. yaşı var, amma buna baxmayaraq könüllü imtahanda iştirak eləyib. Əhsən sizə. Bu Çox sağ olun müəllimə. təşəkkürünüzə Allah görə. sizə də can sağlığı versin ki, belə nətər deyim, daha doğrusu belə savadlı gənclərimiz üzə çıxır sizin sayənizdə. Təşəkkürlər müəllim. Həqiqətən müəllimə. Çox sağ ol. İndi bəzən bir də görsən insanlar bəzən yalandan təriflər deyir. Ancaq mən doğru deyirəm. Olanı deyirəm ki, bilirəm ki, mən sözü primo deyən adamam. Hə, müəllimə. Allah var eləsin. Müəllimə. Allah həmişə işinizin başında Deyir, olasınız. Bəli. görünən dağa nə bələdçi? Mən də özümü Bəli. tərifləyim. Mən də Yox müəllimə. tərifləyim müəllimə. Yox, belə deyirsiniz bir-birimizə motivasiya Təbii ki, vermək zarafat. lazımdır. Əlbəttə Pozitiv enerji müəllim, almaq bəli. lazımdır. Bəli. Ona görə belə lazım. Çox sağ ol müəllim. Mənə daha sual vermirsiniz müəllimə? Yox müəllimə, da sizlə bitirdik. Da Eləmi? sizə sual verməyə lüzum bilmirəm, müəllimə. Hardan deyirəm, oradan Müəllim- deyirsiniz. Çıxdımı oradan? Yəni dediyim ən azından biraz da özümdən əlavələr elədim. Hə, müəllimə. Beynim dedim, əlavələr elədim ki, yəni bunu da demək olar ki, biz dərs müddətində, mühitində keçirik axı belə şeyləri. Çalışırıq ki, hər uşağa necə yanaşmaq. Müəllim orada uşağa diferensial da yanaşa bilərdik yəqin ki. Müəllimə, ümumiyyətlə siz orada məsələn görsəniz hansı sualı bilmirsiniz və yaxud da necə kurikuluma əsaslanan cavablandıra bilmirsiniz də, problem deyil, öz yanaşmanızdan, məsələn şəxsi təcrübə, iş fəaliyyətinizdə, təcrübənizdə əsaslanan Bəli, elə hansı eləyəcəm, cavablar müəllimə. verə bilərsiniz, bəli. Bəli. Elə vacib deyil ki, mən elə kurikulumı əzbər danışım onlara. Aa, Çünki biz elə müəllimə, neçə illərdir biz elə kurikulum formasında dərs keçirik, sadəcə bunun kurikulum olmasını bilmirdik. Aysa deyirəm də, deyirəm müəllimlərim çox bilir, amma termin olaraq bilmir. Deməli, oktyabrın 2-sinə, Bakı məktəbinə oktyabrın 2-sinə gəlib. Vay, mənə hələ gəlməyib, müəllimə. Bir yoldaşım sabah gedəcəkdi. İnşallah görür onu Keçən yazacaq. illərim nə deyim. oktyabrın 7-sində axırıncı müdavimim bitmişdi. O oktyabrın 2-sinə gələn mənim müdavimimdir. Bir dənə səs açsın. Axşamınız xeyir müəllimə. Bəli, bizə də 2-sinə gəlib Xocalı məktəbi. Həyat müəllimədir. Təzə gəldi, müəllimə bu gün gəlir. Necə gəldi elə? Biraz olar gəldi. Eləm, onda mən də hamıya baxıram, gəlib bəlkə onda. onlarda Hə, gəlib. Mahrə müəllimə, bir dənə çıxın dərsdən baxın, mənə də xəbər verin. Saat 3-də Yaxşı oldu, bizim müəllimə. tətildə. Hə, Müəllimə, mənə çox ayın var. 30-una gəlib. 30-una gəlib. Çox sağ olun. Sentyabrın 30-una. Bəli, yeganə müəllimə. Hə, lap yaxşı. Hə, çəkdi də ayın axırına. Hamıya yəqin ki, hamıya vaxtlar açıqlandı. Da açıqlanmayan qalmaz. Hamıya vaxtlar açıqlandı. Uğurlar müəllimə. İnşallah xeyirlisi. 24-ü məndədir, Nuranə Kərimova. Hə. Sağ olun müəllimə. İnşallah yaxşı olar. Gülnarə müəllimə burdasınız? Bəli, buradayım. Leyla müəllimə yazıb mənə gəlməyib. Hə, Gülnarə müəllimə, bir dənə sizə də gələcək, narahat olmayın. Gəldi Gülnarə müəllimə bizə də gəlib, mənə də gəlib. Hə, Oktyabrın nə 2-sinə. Oktyabr. Ay vay, siz apardılar oktyabra çıxartdılar. Hə. Oktyabr Bakı məktəbindən. Onda Bakılıları axıra saxlayıblar. Finalı siz vurasınız da. Sonu siz Yəqin. vurasınız. Yaxşı, Yəqin. Gülnarə müəllimə, başlayaq sizlə. Müəllimə, valideyn sizdən kəmiyyətlə qiymətləndirmək istəsə nə edərsiniz? Müəllimə üzr istəyirəm, bir dənə deyim, mənə də gəlib 29-udur məndə. Ay maşallah, 29-una gedib çıxmısınız. İnşallah uğurlar müəllimə. Uğurlar. Amma Çox sağ ol. müəllimə, yəqin ki, yenə gəlməyənlər var. Gəlməyənlər görürsüz, yazır müəllimlər ki, gəlməyiblər. Yəqin ki, gələcək. Gələcək. Bəli, müəllimə, gəlməyib. narahat olmayın.
Hə, Çox sağ olun müəllimə. Görüşərik inşallah. Sağ inşallah. olun. İnşallah. Buyurun. Mən yenə də 8-də qoşulacağam müəllimə. 3-cü, 5-ci gün 8-də. Bəli, bəli. Mənim məktəbdə dərsim var gün ortası ilə. Ona görə Onda çatdıra bilmirəm. sizi bura əlavə eləyirəm Mahrəm müəllimə. Oradan çıxardıram, sizi bura əlavə eləyirəm. Bəli, o əlavə edeyim. Mənim vaxtım olmur, gedə bilmirəm. Ona görə. Yaxşı, yaxşı. Sizə necə Sağ olun, rahatdır müəllim. elə eləyək müəllimə. Çox sağ olun, uğurlar sizə. Çox İndi sağ olun. səsləri bağlayın müəllimlər, zəhmət olmasa Gülnarə müəllimə ilə danışaq. Bir də baxdıq Gülnarə müəllimə küstü qaçdı ki, mən elə səsimi açan Yox. kimi müəllimlər imkan vermir. Yox, yox. Hələ mən də narahatam, baxmamışam ki, görəsən mənə gəlib. İndi sizin suallarınıza cavab Mənlə verim, danışın. baxacağım. Hə, mənlə danışın, ondan Hə, sonra sonra. mənə baxarsınız. Sonra baxaram görəm. Mənə də yazarsınız Hə. müəllimə. Suala görə valideyn əgər məndən tələb istəyirsə, yəni qiymət yazım, mən valideyni başa salaram ki, yəni ümumiyyətlə biz dərs ilinin əvvəlindən o iclas keçirilir, valideynlərə bildirilir ki, yəni gündəlik biz qiymət yazmırıq da, formativ qiymətləndirmədə bal qiymət olmur. Ancaq summativdə olur. Biz ancaq deməli qiymətləndirmə meyarına əsasən rəy yazırıq gündəliyə. Yəni onu başa salarım. Doğrudur. Deyə bilərsiniz. Bəs yaxşı müəllimə, qiymətləndirmə meyarı ilə təlim nəticəsi arasında nə kimi əlaqə var? Qiymətləndirmə meyarı elə təlim nəticəsindən çıxarılır da. Təlim nəticəsi alt standart əsasında çıxarılır. Onun da əsasında qiymətləndirmə meyarı çıxarılır. Aha. Bəs yaxşı müəllimə, belə bir sual, illik planlaşmanı niyə tərtib edirik? İllik planlaşmanı biz deməli bir il boyunca hansı mövzuları keçəcəyik, yəni şagirdlərə nəyi, hansı bilik bacarıqları deməli ötürəcəyik, öyrədəcəyik, onları ona görə illik planlaşmanı biz hazırlamış oluruq da, ilin əvvəlində planlaşma hazırlayırıq. Bir il ərzində hansı resurs, hansı qiymətləndirmədən istifadə edəcəm? Hansı üsullardan, hansı qiymətləndirmə resurslardan istifadə edəcəyik. Sağ ol. Onların hamısını tərtib edirik. Doğrudur müəllim. Bəs yaxşı müəllimə, qiymətləndirmənin prinsipləri hansıdır? 2 prinsipi var. Uyğunluq, validlik, bir də etibarlıq prinsipi. Aha. Uyğunluq nədir müəllimə? Deməli, uyğunluq odur ki, biz nə keçiriksə, o üzrə qiymətləndirmə aparmalıyıq. Yəni, hansı mövzunu keçiriksə, o üzrə qiymətləndiririk. Ay, sağ ol. Doğrudur müəllimə. Sinifin idarə olunması hansı prinsiplər əsasında həyata keçirilir? 3 prinsip, prosedur, qayda, gözlənti. Ay, maşallah. Formativin üsulları hansıdır müəllimə? Formativ müşahidə üsulu, o da 2 cür olur. Formal, bir də qeyri-formal. Sonra özlü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, 3-2-1. Ay, maşallah. Qəşəng. Müəllimə, qəşəng mənimsəmsən. Az müddətli qoşulmusan. Göz dəyməsin. Hə, göz dəyməsin, göz dəyməsin. O qədər qulaq asmışam. Mənim adaşıma göz dəyməsin. Həyəcandan unutmuyorum. İndi mən həyəcan bastı ki, indi imtahana vaxtı. Həyəcanlandım da. Tez gir bir mənə də xəbər gətir. Bir tez gir mənə də xəbər gətir. Xəbər verərəm. Oldu mənim. Oldu. Sağ ol canım mənim. Uğurlar əzizim. Sağ ol. Ancaq biraz, İnşallah yaxşı olacaq müəllimə. Afina müəllimə qoşulub. Afina müəllimə, bugün siz imtahana getmişdiniz. Hə, salam müəllim, axşamınız xeyir. Bir daha müəllimlər, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Necə keçdi müəllim imtahanınız? Axşamınız xeyir. Axşam bu müəllimlərə bir təəssüratda deyim. Heç valla həyəcanlanmağa dəyməz. Özünüzü ələ alın. Həyəcanlandırıcı orada bir şey yoxdur. Yaxşı təqdimat, ürəyinizcə təqdimat hazırlayın. Daha bu Gülnarə müəllimin təqdimatından da ələ düşməz. Hə, demə. Valla təqdimatı etdim, Allaha and olsun. Sonra dedi, Cimal yazıbsan, dedim, bəli, 5'ini də yazmışam. Dedi, danış. Başladım, birini yarım keçirciləri danışmaya, yəqin burada fizika müəllimlərdirlər. Yarım keçirciləri danışdım, ortaya qədər gəldim.
O fikirləşdi ki, motivasiya keçəndə bu daha böyük, genişlənmiş formada danışacaq. Dedi, dayan. Dayandım. Dedi ki, rəy nədir? Başladım, valla, konstruktiv rəy, dekonstruktiv rəy. Burada incə dediyiniz kimi nə var? Hamısını dedim də, dayanmadan dedim. Hə, dedi ki, siz elə bil ədəbiyyat müəllimisiniz. Hə, dedim, çox sağ olun. O durdu biraz, dayandı, durdu, getdi. 1-2 dəqiqə çəkdi, harasa getdi, nə tər oldu, başım çıxmır, qəsdən elədi, nə var idi, durdu. Təzədən gəldi, sual verdi, bilmirəm, təlimatı dəyişərsiniz, belə bir sual verdi. Hə, dedi ki, əgər təlimat şagird başa düşmürsə, bəli, dəyişə bilərəm. Belə bir cavab verdim ki, bana o bir sualı da yadımda o qədər qalmadı, elə bir yadımdan çıxıb. O da bilmirəm, şagird sizə qulaq asmır mı dedi, nə dedi, bax, belə bir sual dedi ki, nə edərsiniz? Onu da dedim ki, fərdi uşaqlara fərdi yanaşaram, onların dərsə qulaq asmamalarının səbəblərini araşdıraram və nöqsanı aradan qaldıraram. Belə dedim, onda da nə qədər doğru olduğunu da bilmədim. Amma valla həyəcana, sonra çıxanda gördüm ki, həyəcana dəyməzmiş. Müəllimə, siz bilirsiniz deyə sizə rahat görünür. Məsələn, müəllim var, rəy nədir, konstruktiv, dekonstruktiv bilmir. Yəni, siz onları öyrənmişsiniz, bilirsiniz deyə görün orada necə gözəl danışmışsınız ki, onlar sizi filoloqa bənzədiblər. Nitqinizi filoloqa bənzədiblər ki, filoloq kimi danışırsınız, ədəbiyyat müəllimi kimi danışırsınız. Həqiqətən bu sizin üçün böyük göstəricidir, müsbət bir haldır. Yəni mən düşünürəm ki, sizə 30-dan yuxarı, yəni 30-dan aşağı bal verəcəklərini düşünmürəm. Hə, çox sağ olun müəllimə. Sizin sayənizdə valla sizin çox böyük köməyiniz oldu mənə. Çox sağ olun. Əməyinizi doğrultdunuz. Yəni elə ordaca onların o müsbət rəyini almısınız müəllimə. Həqiqətən də mən də qürurlanıram onda. Nə gözəl. Çox sağ olun. Allah sizdən razı olsun. İnşallah bir də bu sertifikasiya olanda mən sizə nədir bu Kurikuma dərslərinə qoşulacağam. Daha yüksək. Kurikulumda bir yerdəyik hamımız. Ailəcə. Təşəkkürlər müəllimə. Uğurlar sizə. Allah hamımıza can sağlığı versin. Çox sağ ol Afina müəllimə. Minnətdaram. Çox sağ olun müəllimə. Sağ olun. Sağ olun. Gözəl motivasiya üçün çox sağ olun. Sağ olun. Sizə də uğurlar hər birinizə. Sağ olun. Həqiqətən çox sağ olun müəllimə. Çox sağ olun. Gülnarə müəllimə, mən də bu günləri ancaq sizin dərslərinizi keçmişəm məktəbdə. Deyirlər, nə yaxşı, ay müəllimə. Deyirəm, mənim bir dənə müəlliməm var. İnşallah. Hamısı cavandır, qoşularsınız müəlliməyə deyirəm, son növbəti mərhələlərdə. Hansı müəllimədir danışan? Minayə müəllimə. Hə, Minayə müəllimə, hə, lap yaxşı. Mənim müdavimlərim burada həmişə eləyirlər. Burada mən məktəbdə dərs keçirirəm. Sual-cavab deyirəm, belə geçsə, mən dərs keçəcəm sizə. Gəlmiş olasınız, eləmi? Salam müəllimə, çox sağ olun. Müəllimə, mənə də ayın biri gəlib, oktyabrın biri. Vay, oktyabrın biri, hə. Onda müəllimə, sizi saxlayarıq da, yəni sizi saxlayarıq hələ. Bəli, oktyabrın biri gəlib. Mənə sadəcə icmal gəlməyib müəllimə sizdən. Mənə yazın da müəllimə, mən sizə niyə icmal göndərmədim ki? Xeyr, yazmışam müəllimə, gəlməyib mənə icmal. Sizdə ixtisas nə idi? Coğrafiya müəllimə. Hə, göndərəcəm. Müəllimə, dərsdən sonra bir dənə də yazın mənə yadıma düşsün. Eyb yox müəllimə, eyb yox. İcmalları da göndərəcəm. Bəli, təşəkkürlər hamısı sizindir müəllimə. Çox sağ olun müəllimə. Kimlərə icmal göndərməmişəm? Əzizlərim, mənə təzədən yazsınlar, hamınıza icmal göndərim və buradan da YouTube kanalımı izləyən müəllimlərə də buradan səslənirəm. İcmalsız müsahibəyə getməyin. Kimlərə icmal lazım olarsa, mənlə YouTube kanalda nömrələrim var. Əlaqə saxlayın. Kimə təqdim etmə, bax, həqiqətən mənim müdavimlərimin, mənim yazdığım təqdim etməklə müdavimlərim həqiqətən möhtəşəm deyək ki, performans göstərib çıxıblar oradan. Mükəmməl təqdim etməklə, yəni elə oradaca müsahibə götürənlərin razılığını alıblar. Kimlər istəyərsə təqdim etmə, sonra icmallar, yəni bizdən əldə eləyə bilərlər. Yəni mənim yazdırdığım icmallar son artinin modelinə uyğun hər ixtisasın özü yazır. Yəni mən hazırlamıram.
Hər ixtisasın özünə hazırlatdırıram. Yəni kimlər istəyirsə bizimlə əlaqə saxlayıb o icmalları bizdən ala bilər, təqdim etmə ala bilər bizdən və hətta deyək ki, bax son 1 gün qalıb imtahanınıza, 2 gün, 3 gün, 5 gün fərq etməz. Qoşulun. Həm icmal verim, həm təqdim etmənizi yazın. Bir neçə gündə sual-cavab şəklində əsas məqamları sizlə hazırlayaq. O qaydada da gedə bilərsiniz imtahana. Hazır şəkildə sizi göndərəcəyik bir neçə gün ərzində. Yəni müraciət eləyə bilərsiniz əzizlərim. Belə müəllimlər, Günarə müəllimlər yaxşı keçdi. hansı müəllim? Ramdə müəllimdir. Hə, Ramdə müəllimə, necə oldu sizin imtahan? Çox gözəl keçdi. Yaxşı da cavab verdim. 5 sualın 5-nə də cavab verdim. Nə gözəl. Təqdim etməm yaxşı. Sonra icmalımı mənə bütün təmiz danışdırdılar. Belə kameraya qarşı o qədər diqqətlə gözümə baxdılar ki, görə mən bunu belə əzbərdən danışmağım, icmalımı hardansa oxuyuram mı? Bir dənə müəllimə, mən orada bilirsiniz nəyi bildim? Əsas müəllimin özünü təqdim etmədə nailiyyətini axtarırlar ki, bu müəllim görək bu işlədiyi müddətdə hansı nailiyyətlərə sahib olur. Hə, Bax, əlbəttə müəllim. əsas onu axtarırlar. Mən orada onu bildim ki, onu axtarırlar. Çox gözəl keçdi, amma belə bir dənə orada bir alim vardı, adı da adımda qalmaq çox çətin. Kim idi deyir, bax, əvvəlcə Adamla danışar kimi eləyirsiniz də. Həm elmi dildən, həm də belə deyək, loru dillə deyirsiniz deyə adam tez qavrayır. Hə, müəllimə. Çox sağ olun, minnətdaram. Allah canınıza dəyməsin müəllimə. Çox sağ olun. Mən də sizə Həmişə təşəkkür bizə edirəm. varsınız. Təşəkkürlər bəyəndiyiniz üçün, bizi seçdiyiniz üçün. Çox sağ olun müəllimə. Hə, müəllimə. Buradan- İstəyirsiniz özümü təqdim etməkdən başlayayım, biraz özümü Başlayın. təqdim etməliyim. Hə, eləyim, mən bir dənə düzəlişlər verim. Birinci təqdim etmədi, yəni müəllimlərin birinci onsuz təqdim etməsinə baxıram. Bəyənmədim, dəyişirəm, yenisini yazırıq. Bir dənə sizin təqdimatı dinləyim, bir dənə baxaq görək necə yazmısınız. İnşallah ki, yaxşı olar.